Salam dostlar, bugün yeni bir video ile karşınızdayım. Bu videoda size Universal Copy adlı bir program göstereceğim dostlar. Bu program bazı Instagram'da ve başka yerlerde elə bir şey olur ki dostlar, siz onu kopyalayabilmirsiniz. Bu program onu kopyalamaq üçün yəni bir programdır. Bunu açıq qoyuruq və işimiz qurtarır. Sonra isə Instagrama atmalıyıq dostlar. Instagrama açdıqdan sonra məsələn bura gəlin. Məsələn mən bunu kopyalamaq istəyirəm dostlar. Mən bunu necə kopyalaya bilərəm? Gəlirsiniz bura, bunu aktivate edirsiniz. Gördüyünüz kimi belə bir şey gəldi. Deyir ki, istədiyiniz bir yerə basın hansını kopyalamaq istəyir. Mən My New Logonu basıram. Buradan copy bölməsine basıram və kopyalandı. Yaxud siz hamısını istəmirsinizsə, yenə basırsınız, belə basırsınız və edit bölməsini basırıq və məsələn bunu kopyalaya bilirik. Biri də var orada, sizə onu da göstərim. Bunu basırıq. Buradan hər şeyi belə kopyalaya bilərik dostlar. Bir neçə şeyi kopyalaya bilərik. Məsələn bunu hamısını kopyalayırıq. Oldu. Gördüyünüz kimi belə bir şey oldu. Neyse dostlar, videomuz bu kadar idi. Daha çox belə videoların gəlməsi aşağıdan videonu bəyənin. Kanalıma abunə olub, suallarınızı rəylərdə bildirin və videonu paylaşmağı da unutmayın dostlar. Sağ olun. Bıraxıblar. Mənim xoşuma gəldi dostlar. Həmçinin də Layout from Instagram proqramını da belə yeniləyiblər. Bu merangı hələ ki nəsə eləməyiblər.